Ya Karabağ, ya ölüm. Emrini gözledik, sana başkomandan. Emrini gözledik, sana başkomandan. Yaşasın kudretli Azerbaycan ordusu. Yaşasın kudretli Azerbaycan ordusu. Şehitler ölmez, vatan ölmez. Her şey vatan için, her şey vatan için, her şey vatan için. Azerbaycan oyardır, askerine sayardır. Azerbaycan oyardır, askerine sayardır. Var olsun Azerbaycan askeri. Var olsun Azerbaycan askeri. Var olsun Azerbaycan askeri. Körü candan Azerbaycan Türkiye. Yaka Azerbaycan. Şehitler ölmez, vatan ölmez. Bilsin Anadolu'da eşitsin vatan. Müsaller askere menle bu günler. Bilsin Anadolu'da eşitsin vatan. Müsaller askere menle bu günler. Bilsin Anadolu'da eşitsin vatan. Müsaller askere menle bu günler. Azadlığın şerbetini İki asker Möhsen Baya. Azadlığın şerbetini İki asker Möhsen Baya. Ya Karabağ, ya ölüm. Başka oyunu yok artık. Ya Karabağ, ya ölüm. Başka oyunu yok artık. Her şey vatan için. Her şey vatan için. Her şey vatan için. Her şey
Elbette sarmanırsa, yurdun yuva başlarırsa, Anadolu vatanırsa, ayrılan soyuzlardan, Azerbaycan, Azerbaycan! Azerbaycan bayrağını Karabağ'dan atacağız. Vatan bölünmez, şehitler ölmez, vatan bölünmez. Aziz tələbələr, mən əminəm ki, vətən sizin kimi övladlarıyla fəxr edir. Ya Qarabağ, ya ölüm, Qarabağ, ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq. 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 Aziz dostlar, aziz soydaşlarla ayırmak istemiyorum, tələbə, müəllim, əməkdaş, bugün Azərbaycan bir yumruq kimi birdir. Biz Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə gençlərinin, rəhbərliyinin, əməkdaşlarının, profesör müəllim heyətinin təşəbbüsü ilə ordumuzun böyük uğrunu, prezidentimizin böyük uğrunun sevincini bölüşdürmək üçün Bizim olacak.
Azerbaycan Devlet Pedagojik Üniversitesi'nde toplaşmışız. Büyük gelebemiz olup 25 yıldır işgal altında olan torpağımızın bir kısmı kahraman ordumuz tarafından azad olmuştu. Bu sevinci yaşayırız. Bütün halkımız bu sevinci yaşayır. Şehitlerimiz de var. Allah onlara rahmet eylesin. Şehitlerin her biri öyle bilirim ki her bir Azerbaycanlı ailesinden kopan bir şehittir. Allah rahmet eylesin. İlk olarak da gelin bir dakika sükutla onların ruhuna hürmet ve ihtiramımızı bildirek. Allah rahmet eylesin şehitlerimize ve her birimiz, her bir Azerbaycanlı inanır ve söz verir ki şehitlerimizin kanı yerde kalmayacak. Artıklamasıyla olacak kanları ve şehitlerimiz hiç zaman unutulmayacak. Biz büyük bir sevinç yaşıyoruz. Tekçe galebenin sevinci değil, ben bak bu günleri müşahede ediyorum. Hemen o birliği, bütünlüğü, biz bir millet gibi birliğimizi, bütünlüğümüzü gösteriyoruz. Biz bir millet gibi şanlı bir tarihimizin, şanlı bir kahramanlık tarihimizin olduğunu gösteriyoruz. Biz vatanımıza, anamıza, soy kökümüze sevgi, muhabbet gösteriyoruz. Biz kahraman ordumuzun bak bu 3 günde kazandığımız efekiyetten sevine, ruhlanan bir halkı, geleceğe inanan bir halkı. Biz şehitlerimizin yerine her birimiz şehit olmaya hazır olan bir halkı. Ve sevincimizin menbeyi de buradadır. Ordumuzun kahramanlığı, prezidentimizin uğurlu siyaseti ve halkımızın birliği, halkımızın prezidentimizle bir olması, prezidentimiz defalarla qeyd bugün deşiktiriz. Biz sülsever bir milletiz, biz gözyaşı tökülmesini istemiyoruz. Biz genç insanların, yaşlı insanların, ne hərbiçilərin, ne dinç insanların kırılmasını istemeyen bir milletiz. Biz anaların, bacıların ağlamasını istemirik. İstemirik. Hatta Ermeni analarında ağlamasını istemezdik. Ama onlar bilmeliydiler, Ermeni anaları bilmeliydiler. Hazır olmalıdır bu ağlamaya. Evlatları özge torpağında at oynadanda, dinç insanlara divan tutanda, Hocalı'da, diğer bölgelerimizde, körpelerin derisini soyanlar, körpelerin divara örenler, onlar böyle bir günün geleceğini gözlemeliydiler. Böyle bir intikam gününün geleceğini gözlemeliydiler ve ağlamaya hazır olmalıydılar. Azerbaycan ordusu büyük uğur kazanır. Siz hamınız mətbuattan izleyirsiniz ve sosyal şebekelerde de sizlerin de çoklu yazılarınız gelir. Sevinirik biz. Bir millet gibi, bir milletin yaşlıları kimi sevinirik ki bizde böyle gençlik yetişir. Böyle bir gençlik var. Halkına, milletine, vatanına sadakatli bir gençlik var. Prezidentimiz defalarla haberdarlık eləmişti. Defalarla deyirdi. Çəkilin gedin. Biz muharebe istemirik. Beynəlxalq təşkilatlar bu işe gözüldüler. Beynəlxalq təşkilatların soyuq münasibəti, ikili standartlar bak bu hadiselere getirip çıkarttı. İndi de eşittiniz. Cenab Prezident indi de dedi. Ermeni askeri ölmek istemirse red olsun desin Azerbaycan torpağını. Doğrudan da bilirdi. Ermeni ağaları, Ermeni anaları başa düşmelidirler. Bir defa başa düşmelidirler gözlerinin o cinayetkar rehberliğini, yalancı rehberliğinin fitne feline uymamalıdırlar. Onlar bir defa düşünüp ahır bir insan kimi ortaya çıkmağı başarmalıdırlar. Bir insan kimi yaşamağı başarmalıdırlar. Tarihleri olduğu kimi bugünlerini de yalan üstünde, namertlik üstünde durmamalıdırlar. Azerbaycan prezidentinin serras ve uğurlu siyasetinin behresini görürüz bugün. Bu iktisadiyatımızın güçlenmesi, ordumuzun
büyük güç sahibi olması. Bizim ordumuz bugün o güçleri yani bunu beynafak ekspreslerde değiller. Eğer emir verirlerse biz neyinki Qarabağımızı, hatta ezeli torpaqlarımızı, Qərbi Azərbaycanı da bir neçə günə, kısa bir müddətə alabildiğer havadarlarımız var. Çok büyük harici siyasetin neticesinde. Bütün Türk dünyası bizimlerdir. Bütün Müslüman dünyası bizimlerdir. Ve adaleti seven, hak veren bütün beşeriyet bizimlerdir. Hatta bizi istemeyenler de varsa onlar da bizim dünya artık öyle məlumatlandırılır ki onlar da bizim hak işimize her hansı bir inkar etme iktidarında değiller. Karşısına bir söz koyabilmirler. Sadece kan tökülmesin değiller. Ama kan tökülmesini kan tökülmeye sebep olanlara demeyi lazımdır. Çekilin gelin oturun evinizde kan tökülmesin. Eşk olsun bizim müdrik prezidentimize, eşk olsun bizim ordumuza, eşk olsun eşk olsun bizim halkımıza, orduda olan, olmayan, bütün gençlerimize sağ olun diyelim. Metbuatız değil, bakırız. Herkes, bütün gençler, Aile Başkomandanın bir emriyle silaha sarılıp düşmana karşı vuruşmaya hazır olduğunu bildirir. Neydi gençler? Bizim ağalarımız, yaşlılarımız değiller mi? Bizim hanımlar değiller, analar, bacılar değiller. Biz de silaha sarılıp torpağımızın azad olması uğrunda hayatımızdan geçmeye razıyız, canımızdan geçmeye razıyız, vuruşmaya razıyız. Eşk olsun bizim halkımıza, eşk olsun Azerbaycan halkına. Uğurlu siyaset aparılır, uğurlu hərbi əməliyyatlar aparılır. Bizim öhdəmizə düşən nədir? Bizim öhdəmizə düşən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, bax bu zəfər yürüyüşümüzü sona çatdırmaq üçün Qarabağımızda, Şuşada, Xan kəndində, digər bölgələrdə bizim bu işrəkli bayrağımızı dalgalandırmaq üçün, sizinle birlikte Şuşa'ya yürüyüş eləmək üçün Prezidentin her tapşırığını, her emrini vicdanla, cesaretle, yürekle yerine getirmekle ben buna inanıram. Bir daha Allah'tan şehitlerimize rahmet dilerim. Bir daha şehitlerimize göre halkımızın başı sağ olsun diyelim. Aynı zamanda doğrularımıza göre halkımızı tebrik ediyorum. Prezidentimizi tebrik ediyorum. Ulu Önder Heydər Əliyevin ruhu şad olsun diyelim ve bu toplantını, bu mitingi açık elan ediyorum. Bizim olacak, Qarabağ bizimdir, bizim olacak, Qarabağ bizimdir, bizim olacak. 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 Biz Zəngəzura getmək istəyirik, biz vətənimizə getmək istəyirik. ...19-cu əsrdə Cənubi Qafqaza gələn bu bədnam qonşular nə vaxta qədər ya qonaq sifətindən ya da düşmən sifətindən yaşayacaqlar. Qonaq bu qədər yaşaya bilməz. Artıq 200 ildən çoxdur. Nə qonaq bu cür yaşaya bilər, nə düşmən bu cür yaşaya bilər. Ona görə bunlar bizim vətənimizdən Ulu Öndərimiz Heydər Əliyev siyasətini uğurla davam etdirən İlham Əliyev cənablarının, Ali Baş Komandanının dediyi kimi çıxıb getməlidir. Biz öz torpağımızda vuruşuruq. Amma biz kimlə vuruşuruq? Torpağımızı işğal edən erməni qəsbkarlarıyla vuruşuruq. Biz torpaqlarımızı azad eləmək istəyirik. Bugün dünya atəşkəsdən danışır. Hansı atəşkəsdən danışırlar?
Axı ateşkəs o zaman mümkündür ki, işğal olunmuş torpaqlarımızı azad edin. Biz işğal olunmuş torpaqlarımızı azad etdikdən sonra ateşkəsdən danışmaq mümkündür. Əziz həmvətənlər, çox sevindirici haldır. Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki səfirlikləri, daimi nümayəndəlikləri, ayrı-ayrı ölkələrdəki həmvətənlərimizi, soydaşlarımızı siyasi cəhətdən, ideoloji cəhətdən düzgün yola çəkirlər. Ermənilərin mütəmadi elədikləri təmas xəttindəki təxribatlar bu dəfə özünün layiqini, cavabını almışdır. Bu təxribat gözlənilən bir təxribat idi. Ne için? Ona görə ki, Ermənistanda ermənilər seçilirdi. Ermənistanda bundan sonra havadarları və özləri Azərbaycana çalışırdılar ki, Avropa Birliği'nin və digər möhtəbər təşkilatların nümayəndələri əlaqə yaratmasınlar və son aylarda Azərbaycana gələn Avropa Birliği'nin yüksək rütbəli insanların Azərbaycanda olması onları gıcıqlandırırdı və Cənub Qaz Dəhlizinin Amerika Birləşmiş Ştatları və Avropa tərəfindən layihəsinin dəstəklənməyi onların səbir kasasını daşdırmalı oldu və nəhayət ki, Azərbaycanın şanlı oğlu Ali Baş Komandanımızın Amerika'da, Washington'da nüvə müdafiə təhlükəsizliğin sammitində çıxışı, onun yüksək səviyyəli görüşləri, Amerika'nın vitse-prezidenti Joe Biden'ın Azərbaycan torpaqlarının bütünlüğü və suverenliğinin Amerika Birləşmiş Ştatları tərəfindən müdafiə olunduğu dəstəkləndikdən sonra bu onların səbir kasasını doldurdu və ani olarak Azərbaycan təmas xəttində cəbhəyə hücum eləməli oldular və onlar cavablarını layiqincə aldılar. Rəşadətli Azərbaycan oğulları tərəfindən onlar öz cavablarını dönə-dönə aldılar. Və Azərbaycan ordusu xarici və ətrafda olan beynəlxalq təşkilatların nəzərində onların verdiyi statistikadır və biz özümüz də bunun bir daha əmin olduq ki, bölgədə ən güclü və yenilməz bir ordudur. Dəfələrlə burada hörmətli rektorumuz müəllimlərini çıxış edənlər qeyd etdilər və siz dinlədiniz Ali Baş Komandanın nitqini və müraciətini. O deyir, analar gözü yaşlı qalmasın, övladlar məhv olmasın, torpaqlar dağılmasın, mülklər dağılmasın, beynəlxalq hüquqi qaydalardan, normalarla gəlin məsələni sülh yolu ilə həll edək. Ancaq həll olunmursa, onda biz ən son variantı əl ataraq Azərbaycan torpaqlarını silah gücünə azad etməyə gücümüz və qüvvətimiz vardır və onun dəfələrlə dediği söz Azərbaycan gücünü dövlədir və Azərbaycan güclü ordusu vardır. Və Azərbaycana dəstək göstərmək istəməyən müəyyən təşkilatlar artıq son günlərdə Azərbaycandan Ermənistan ordusunun çəkilməsini tələb edirlər. Və bunu eyni zamanda eləməlidir. Tək Türk qardaşlarımız bizi istəyən xalqlar, millətlər deyil, müəyyən təşkilatlar, möhtəbər təşkilatlar deyil, eyni zamanda Avropa Birliği, ATƏK bu müraciətləri etməlidir. Və Aşbanın dünən elədiyi Ermənistan, Azərbaycan torpaqlarından çəkilsin sərqərarı da təqdirə layiq qaldı. Və bunun ardınca mən fikirləşirəm ki, bütün dünya artıq Qarabağ həqiqətlərini bilməyə başlamışdır və Azərbaycanın arkasını gedəcəkdir, Azərbaycanı müdafiə edəcəkdir. Və eyni zamanda Azərbaycanda bir çox ATƏK-in Minsk qrupu erməniləri oradan qeyri-şərtsiz döyüş olmadan çıxmağa məcbur etməkdir, eləməlidirlər. Bu onların birbaşa vəzifələridir. Və Azərbaycan xalqı Cənab Prezidentin arxasında ümumilli həmrəylik birliyi göstərərək daim onun arkasındadır və Qarabağa bir qadın olarak ben bugün bir ana olarak Azərbaycan gençlerini, Azərbaycan oğul və qızlarını səsləyirəm. Bugün analar belə, qadınlar belə, bacılar belə getməyə hazırdılar vətəni qorumaq üçün. Və bugün dünya medyası Azərbaycan həqiqətlərini artıq Qarabağ tarixini izahlı, obyektiv olarak yazmağa başladı. Bu neyin nəticəsidir? Bu bugün Azərbaycan hökumətinin 10 illiklərdir apardığı siyaset, Heydər Əliyev fondunun diplomatik korpusumuzun, bizim diaspor cəmiyyətinin
ve vatandaşların dünyada apardıkları tebliğat ve işlerdir ki bugün artık dünya medyası Azerbaycan həqiqətlərini erməni yalancılığı üzerinde kurmurlar. Həqiqətləri yazmaya başlamışlar. Ve bu da əlavə bir qələbədir ki, informasiya müharibəsi artıq iflasa uğramıştır. Bu Azerbaycanın yine de büyük bir qələbəsidir. Azerbaycan həqiqəti dünyaya səslənir. Təmas xəttində əsgərlərimiz məhv oldu. Səngər erməniləri səngərlərindən qaçmağa məcbur edən Azerbaycan əsgərləri həlak olmuşdular. Həmin əsgərlər ölümləri ilə ölümsüzlüyə qovuşmuşlar. Onlar Azerbaycanın tarixində, insanların, milletin tarixində, milletin ürəyində həmişə yaşayacaqlar. Onlar şəhidin zirvəsinə ucaldılar və Azerbaycanın belə oğulları o qələbələri aparacaqdır. Və biz bugün bir Azerbaycan halkı olarak, Türk halkı olarak ve Türk millətine de öz minnettarlığını bildirirəm ki, her bir anda, her bir çetin vaxtda Azerbaycan'ın yanında olmuşlar ve biz Azerbaycan prezidentinin yanındayız. Azerbaycan kadınları, Azerbaycan gençleri, Azerbaycanlılar ona her bir işte destek olmaya hazırım ve onun dediği bütün emirleri, sərəncamları hayata geçirmeye hazırım. Ali Başkomandanın emrini gözləyir hər bir kəs. Ali Başkomandanın emrini gözləyir ve Azerbaycan oğullarını Ali Başkomandanın rəhbərliyi ilə, qələbə əzmi ilə Qarabağa girmək, ana torpaqlarımızı, yurt yerlərimizi qaytarmaq ve oradan onların qazi oğullar kimi dönməyini arzu edirəm. Yaşasın Azerbaycan xalqı. Biz ordumuzla fəxr edirik. Biz ordumuzu sevirik. Biz onların həmişə yanındayıq. Biz onlara həmişə dayanıq və yaşasın Azerbaycan ordusu. Bizimdir, bizim olacak. Bizimdir, bizim olacak. Qarabağ bizimdir. Onsuz da bizimdir. Qarabağ heç onların olmuyor. Sadece olarak onlar mənfur ayaklarını, mənfur əllərini torpağın üstündən çəkməlidirlər. Və bu da Azerbaycanın dövlət başçısının, Ali Başkomandanın siyasi gücü de, ordu gücü de yetir ve onun son iller Azerbaycanın hərbi kadr rəhbərlik siyasətində elədiyi kadr dəyişikliyi öz nəticələrini bugün göstərməkdədir. Mərd Azerbaycan oğullarına eşq olsun. Ali Başkomandamıza eşq olsun. Yaşasın Azerbaycan, yaşasın bütün Azerbaycan ve yaşasın müteşekkir qəhrəman Azerbaycan gençleri. Sen bizimsen durdukça bedende can. Yaşa, yaşa, çok yaşa. İnşallah Azerbaycan. Sen bizimsen durdukça bedende can. Yaşa, yaşa, çok yaşa. İnşallah Azerbaycan. Biyologiya fakültesi